Deməli, Molla Nəsrəddinin arvadının bir yekə ərköyün pişiyi olur. Erköyün pişiyi olur. Molla bu pişikdən elə cana doyur ki, Molla bu pişikdən elə cana doyur ki, qərara gəlir ki, ondan bir dəfəlik yaxa qurtarsın. Yaxa qurtarsın. Götürür pişiyi, basır bir lülə basma torbaya, basır bir lülə basma torbaya. minir eşeğinə, Minir eşeğine. aparır evdən düz 2 kilometr uzağa atır. Ürəyi rahat, yavaş-yavaş qayıdır evə. Bir də gəlib həyətə çatanda nə görsə yaxşıdır. Aho, o lənətə gəlmiş pişik eyvanda oturub keyflə mırıldayır. Ay səni, sən I necə told tapdın you this axı was the yolu? wrong way. Why does this always happen to me? Molla hirslənir, amma özünü o yerə qoymur. Səhərsi gün pişiyi yenə torbaya salır. Bu dəfə aparır düz 4 kilometr uzağa. Qayıdır ki, aho, pişik yenə qapının ağzındadır. Səbirlə bunu gözləyir. Molla oturur, dərin bir ah çəkir. Yax, deyir, bu belə olmayacaq. Yox, bu kəmətliyəcək. Bu belə olmayacaq. Get out of here. Pişiyi atır maşına, Get in there. və başlayır sürməyə. Whoa, hang on. 10 kilometr düz gedir. ...20 kilometr sola burulur. ...7 kilometr cənub-qərbə. ...15 kilometrdə şimal-şərqə. Axır ki, pişiyi tullayıb qaçır oradan. İki saat keçir. Molla zülmət bir meşənin ortasında azıb qalıb. Çıxardır cibindən telefonu, yığır arvadına. Alo. Alo, Alo? hə, kişi, hardasan? Hə, ay kişi, hardasan? Arvad, ondan kör pişik evdədir. Kör pişik evdədir. Arva. Hə, sən deyən 5 dəqiqə olar gəlib. Sən deyən 5 dəqiqə Niyə olar gəl. soruşursan ki? Niyə soruşursan ki? Bir də mollanın Ver o şərəfsi. səsi çıxmır. Arvad, ver o şərəfsizi telefona. Mən yolu azmışam. Hə, sən saydığını say.